Nisbət faiz tənasübə baxırıq. Bu bizdə dərs 4-dür. Bu dərsdə, yəni sona qədər baxsaz nisbət faiz tənasübü öyrənmiş olasınız. İndi videoları çəkməyə davam edirəm. Bir-iki video çəkdikdən sonra da bu təşkil olunmuş 4-5 dərsin ümumi suallarına falan baxacağıq. Seçilmiş suallara baxacağıq. Onların izahına baxacağıq daha doğrusu. Riyaziyyat elə bir fəndir ki, boşluq istəmir. Yəni çalışın boşluq olmasın. Çünki bir balaca boşluq artıq digər bir mövzuda özünü göstərəcək. Çünki mövzular zəncirvarıdır, yəni bir-birinə əlaqəlidir. O səbəbdən də yaxşı öyrənmək lazımdır ki, sabah problem olmasın imtahanda falan. Eee, Uzatmaq istəmirəm. Kanala abunə olub videomu bəyənib paylaşsanız çox sevinərəm. Çalışdığım qədərilə maraqlı, yaxşı şəkildə hazırlamağa çalışıram ki, yorucu olmasın. İndi bu videoları bitirəndən sonra, bu izah videolarını bitirəndən sonra keçib faydalı tipdə, daha da faydalı tipdə videolar paylaşıb kanalı o yöndə böyütməyə çalışacağam. Nisbət nədir? Yəni nisbət nəyə deyilir? Biz tərif olaraq deyirik ki, bir ədədin ikinci ədədə bölünməsinə alınan qismətə nisbət deyilir. Normal qaydada, yəni bizim bildiyimiz dədə-baba bölmə kimi və yaxud da kəsr formasında B də A kimi işarə olunur. Burada nisbətin əvvəlki həddi A, nisbətin sonrakı həddi B adlanır. Nisbətdəki cəmiyyətlər həmişə eyni ölçü vahidində olmalıdır. Bu əsasən bizə fizikada lazım ola bilər. Kəsr verilər, nisbət verilər, cəmiyyət olaraq fərqli olar. Ona görə də biz həmişə onları eyni cəmiyyətə gətirməliyik. Məsələn, burada deyir 3 kilometr bölünsün 1000 metr verir. Biz bunu 1400 kimi deyə bilmərik. Səhv olacaq. Burada kilometr, metrə çevirməliyik. Yəni 3000, 3000 də 1000-ə bölündə bizdə alınacaq 3. Tənasüb iki nisbətin bərabərliyinə deyilir. A bölünsün B bərabərdir C bölünsün C, yaxud da B daha bərabərdir C-də D şəklində olur. Burada tərif olaraq ABCD tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C tənasübün orta hədləri adlanır. Yəni yadda saxlayın ki, bərabərə yaxın olan hədlər orta hədlər, bərabərdən uzaq olan hədlər isə kənar hədlər adlanır. Tənasübümüzün xassəsi var. Ən çox, yəni məşhur xassədir tənasüb bölməsinin, ümumiyyətlə topluda falan biləcəyimiz, yazacağımız misalları yazmaq üçün bu xassəni bilmək lazımdır. Tənasübün kənar hədlərinin hasılı orta hədlərin hasıına bərabərdir və bir də hədlərin yerini dəyişirsə dəyişək, tənasübün qiyməti yəni dəyişməyəcək. İkinci qaydada da o qeyd olunub ki, tənasübün kənar və orta hədlərinin yerini dəyişdikdə yenə də tənasübümüz doğru alınacaq. Daha sonra burada mütənasiblik var. Düz mütənasiblik, tərs mütənasiblik. Dərs olaraq səhv eləmirəmsə 7-8-ci sinifdə keçilir bu. Deməli, deyir ki, düz mütənasiblik nədir? İki cəmiyyət verilsin bizə. İki asılı cəmiyyətdən biri artırsa, digəri də artırsa, biz bu asılığa düz mütənasib asılıq deyirik. Əgər biri azarsa, digəri azarsa, yenə də düz mütənasib asılıq deyirik. Tərs mütənasibdə necə olur? Biri artırsa, digəri azalır. Biri azalırsa, digəri artır. Yəni bir-birinə əks olur. Adından da bildiyi kimi tərs mütənasib asılıq. Yəni bir-birinə tərs olur. Düz mütənasib asılıqda bir sabit həddimiz var. Bu tərs mütənasibdə də var, düz mütənasibdə də var. Biz buna K deyirik. Yəni ədədlər müəyyən bir sabit qədər dəyişir. Yəni nə eləyə ikisi də o sabitə bərabər olacaq. Məsələn, burada verilib deyir cəmiyyət 1 kiloqram, 2 kiloqram, 3 kiloqram, cəmiyyət 60 qram, 120 qram, 80 qram. Qram olar. Yəni verilir ki, Y-in X-ə nisbəti 60-ın 1-ə, 120-nin 2-yə, yəni 183-ə, yenə də cavabımız nə olur? 60 olur. Yəni sabit olaraq, K sabit olaraq qiymətimiz 60 olur. Bu düstur düz mütənasibliyin düsturudur. Okey, bunu mütləq bilək. İndi gələcək zamanlarda funksiyada da danışacağıq. Funksiya mövzusunda da düz mütənasib funksiya, tərs mütənasib funksiya var ki, bu düsturlardan, yəni bu qaydadan necə deyim, özünü götürür də, yəni. Daha sonra biz dədə-baba tənasibi qurmaq üçün, yəni bildiyimiz tənasibi qurmaq üçün nə edirik? Adətən bizə tənasib verilir. Deyir ki, məsələn 1, 5, 10, x bu şəkildə yazırıq da. Normal tənasibi quranda aslı tənasüb quranda bu şəkildə qeyd edirik. Düz mütənasib tənasübdə biz x çarpaz şəklində hesablayırıq. Yəni x-i burada 1-ə vururuq, onu 5-ə vurub hesablayırıq. Gördüyünüz kimi burada da qeyd olunub. A1-i B2-ə vurub yazır, A2-ni B1-ə vurur yazır. A1 bərabərdir B2, o da bərabərdir A2 vurulsun B1-ə. Tərs mütənasib asılıqda isə bu fərqli olacaq. Buranın düsturu da fərqli olacaq. Burada düstur olaraq y bərabərdir K bölünsün x olacaq. Burada isə tərs mütənasibdə indi məsələn 2
Tutalım ki 10, 10, x. Bunu deyir ki hesabla. Bunu hesablamaq üçün nə edirik? Tərs mütənasibdə, yəni normal qaydada biz çarpaz şəkildə hesablayırdıqsa, burada artıq 20-nin 10-a, 10-un x hesablayacağıq. X nəyə bərabər olacaq? 2-yə bərabər olacaq. Deyə bilərsiniz ki, bu bizə əsasən harda lazım olacaq? Usta məsələlərində çox qarşılaşan bir məqamlardan biridir. Deyir ki, bir dənə usta işi bu qədər vaxtı görsə, 2 dənə usta nə qədər vaxtı görsə, burada avtomatik olaraq tərs asılı olur ki, çünki bir adam əgər bir işi gec görsə, 2 adam bu işi tez görəcək. Gördüyünüz kimi bir-birinə əkslik var, tərslik var. Ona görə də çarpaz şəkildə hesablanır. Gördüyünüz kimi burada qeyd olunub ki, A1-i B2, A1-i B1-ə vurur, üzr istəyirəm. A2-ni də B2-ə vurur. Daha normal tənasübdə hesabladığımız kimi çarpaz şəkildə hesablanmır. Düz mütənasib hissələrə bölmə, bu haqda da danışım. Deməli, düz mütənasib hissələrə böləndə bizdə yenə bir dənə K sabiti olur. Yəni məsələn deyir ki, 100 ədədini 2, 3, 5 nisbətində bölün. Nisbətdə bölürsə və bu nisbətdə bölünmədə alınan hissələr tapmalıyıq. Biz alınan ədədlər tapmalıyıq. Mütləq bir dənə burada bir dənə K deyirik. Bu K-nı dedik və biz bu K-nı tapacağıq. Bizdə bu K sabitdir. K sabitini tapandan sonra o böldüyümüz nisbət hissələrinə bunu vuracağıq. Yəni 2-yə, 3-ə, 5-ə vuracağıq. Burada 10K bərabərdir 100 yazılıb. K 10 tapılıb. Daha sonra da vurulub. Ədədlər olaraq 20, 30, 50 tapılıb. Tərs mütənasib hissələrə bölmə. Tərs mütənasib hissələrə bölmədə yuxarıda düsturu nə dedik? Y bərabərdir K bölünsün x dedik də. Burada qeyd olunub, yəni hesablanılıb, nəticə olaraq da tapılıb 8 ilə 6. Buna özünüz də baxa bilərsiniz. Çətin deyil əslində. Bütün qaydalar, düsturlar bir-birinə əlaqəlidir. Faiz nədir? Faiz ədədin %1 hissəsinə biz faiz deyirik. 1% bərabərdir %1 kəsir formasında, 70% bərabərdir %70 burada qeyd olunub. Faizin ədədə çevrilməsi var. Faizi ədədə çevirmək üçün faiz göstərən ədədi 100-ə bölmək lazımdır. Məsələn, tutalım ki, 180% verilir və bunu deyir ədədə çevir, bunu 100-ə böləndə bizdə 1,8 alınacaq. Deməli, 180%-in ədəd forması nədir? 1,8. Ədədi faizi çevirmək üçün ədədi 100-ə vurmaq lazımdır. Bu da yenə bildiyimiz qaydalardan biridir. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bu da yenə qarşımıza çox çıxır. Məsələn, deyir ki, onun 25%-ni tap, onu 25-ə vurub 100-ə bölür. Bu şəkildə hesablayırıq. Zaten olur 2,5 olur. Faizinə görə ədəd tapmaq üçün, artıq faizinə görə ədəd tapmaq üçün bunların yeri dəyişir. 100 qalxacaq yuxarı, 25 düşəcək aşağı. Məsələn, deyir ki, 25% bu qədər olan ədədi falan tapın. P faiz B olan ədədi tapın. Aha, gördüyünüz kimi vurur 100-ə, bölür 100-ə. 100-ə vurur, faiz göstərən hissəyə bölür. İki ədədin faiz nisbəti, bu da yenə lazım düsturu. Deyir ki, məsələn, A ədədi B ədədinin neçə faizin olduğunu tapın. Birincini ikinciyə bölüb 100%-i vurmaq lazımdır. Yəni, faiz bölməsində danışırıqsa, mütləq və mütləq 100%-i yadda saxlamalıyıq. Çünki işlərimizin 90%-i bizim 100%-nə gedəcək. Cəmiyyətin dəyişməsinin faizlə ifadəsi A-dan B-yə qədər artmanı, azalmanı faizlə göstərmək üçün ədədlərin fərqini əvvəlki ədədə bölüb 100-ə vurmaq lazımdır. Yenə də eyni qaydada x bərabərdir 100-ə vurmanı unutmuruq. B çıxılsın A, modulda yazacaq, bölünsün A. Çünki burada modulda yazmaq nəyə görədir? Bir digərlə kiçik və yaxud da böyük olarsa çıxmada mənfi yaranmamalıdır. Mənfidən bu bölmələrdə danışmamalıyıq. Ona görə də modulu unutmuruq. Deyir ki, paltonun qiyməti 800 manatdan 600 manata endirildi. Qiyməti neçə faiz dəyişdi? Ən çox qarşımıza çıxan qaydalardan biridir. 800 ilə 600-ü çıxıb bölüb 800-ə vururuq 100-ə 25% azalmış olduğunu tapırıq. İkinci üsul olaraq da tənasüb, yəni hansısa daha rahatdır, bu iki üsulla da eləyə bilərik. Tənasüb rahatsa tənasüblə, düstur yadda qalsa düsturla da hesablaya bilərsiniz. Nəticəmiz ikisində də eyni olacaq. Burada sadə faiz artım düsturu ilə mürəkkəb faiz artım düsturu var. Topluda suallar çox çıxmır qarşıma bu barədə, amma yenə də baxıb eləyərsiniz, yəni göz yazdırarsınız. Mən bir də onları vurğulamıram. Qeyd olaraq burada 5 dənə əsas qeyd var. İstəsəz 5-cidən yuxarı gedək. 5-ci qeyddə deyir ki, ədəd n dəfə azalırsa neçə faiz azalar? Bu da yəni lazım olan bir qaydalardan biridir. Və yaxud da ədəd n dəfə artarsa neçə faiz artar? Bunun üçün düsturumuz var. N çıxılsın 1 vurulsun 100% artma olar. Bir də n çıxılsın 1 bölünsün n vurulsun 100% azalma olar. Yəni tutalım deyir ki, ədəd 4 dəfə artarsa neçə faiz artar?
düsturda yerinə qoyuruq n çıxılsın 1, yəni 4 çıxılsın 1, 3, onu 100-ə vururuq. 300% artmış olar. Və yaxud da yenə azalmada da eyni qaydada yerinə qoyub yazırıq. A ədədi B ədədindən P faizi çoxdur və yaxud da azdır. B ədədi A ədədindən neçə faiz çoxdur? Yenə topluda çox çıxır qarşımıza. Nə edirik? P faizi, yəni o bizdən soruşduğunu tapmaq üçün x deyək ona bir dənə P faiz 100'ü vururuq P faizə, bölürük 100 üstə gəlsin P faizi və yaxud da çıxsın. İndi o azdır, çoxdura baxır da. Çoxdur desə üstünə gələcəyik, azdır desə çıxıb qiyməti yəni tapırıq. A ədədi B ədədinin P faizi isə B ədədi A ədədinin neçə faizidir? Burada da yenə x deyək. Tapmaq üçün 10.000-i bölürük P. Yəni burada niyə 10.000 oldu? Çünki P ədədi ayrıdır, A ədədi ayrıdır. 100 vur 100, 10.000. Onu da bir dənə P-yə bölürük. Bizdən soruşan neçə faiz olmasını tapırıq. Birincidə dedik ki, ədədi P faizi artırıb azaldıb, sonra P faizi azatsaq, nəticə necə dəyişər? P kvadratı bölünsün 100%, nəticəmiz azalar. Faiz bölməsindən də bu qədər. Bir dəqiqə. Faiz nisbət tənansüb bölməsindən də bu qədər. Əsas qaydalara toxunuruq. Əsasları bildirirəm, vurğulayıram, sizlərə öyrətməyə çalışıram. Ümid edirəm faydalı olur, ümid edirəm dəstək oluram. Bundan sonraki dərsimiz dərs 5-dir. Dərs 5-də görüşmək ümidi ilə. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Belə.